Salam millət, hər vaxtınız xeyir. YouTube kanalıma xoş gəldiniz. Bugün sizinlə multilanguage mövzusunun ikinci videosu olan Model Translation haqqında danışacağıq. Hətta burada da bir title qeyd etmək olar. İlk videoya baxmamısınızsa, önərim birinci bu videoya baxmanızdır. Çünki burada əvvəlki konfigurasiyalar o videodan qalmadı. Yəni biz bunun davamında artıq bunları bir də yenidən yazmayacağıq. Model Translation üçün çox cüzi konfigurasiyalara ehtiyac var. Yəni bunlar hamısı multilanguage mövzusundan qalan kodlardır. Gəlin artıq keçid edək ora, çox da vaxtınızı almayım. İlk öncə Model Translation üçün biz bu paketi yükləməliyik. Django Model Translation adında bir paket yükləməliyik. OK, əlavə olundu və gəlib proyektimizi run edəcəm. Tamam, bir dənə də burada yenisini açaram. Nəsə qeyri-adi bir işimiz olanda da burada həll edərik. OK. 2 dənə burada bizim ekstra şeyimiz olacaq. Konfigurasiya kodumuz olacaq. Birinci ilk öncə Model Translation buraya əlavə edək. Onu unutmayaq. Bura Model Translation əlavə edək. Insert app'lərdə. Hətta bura bir new burada qeyd edirəm. Tamam, bir də burada Model Translation'da biz hansı dilləri istəyiriksə onu göstərəcək config kodumuzu əlavə edəcəyik. Məsələn, mən gəlib bura əlavə edə bilərəm. Yəni, deyə bilərsiniz ki, zaten biz bunları əlavə etmişik. Az var, tr var. Niyə gəlib bir də burada ekstra bunları əlavə edirik? Yəni, bununla bu ayrıdır. Məsələn, bu bizim saytdakı istifadə edəcəyimiz dilləri göstərir. Bu isə bizim modeldə istifadə edəcəyimiz tərcümə olunacaq dillər göstərir. Ola bilər ki, sən saytda rus dilində istifadə edə bilərsən, və yaxud da ingilis dilində istifadə edə bilərsən, amma modeldə istəyirsən ki, admin panelində modelində və yaxud da saytda dinamik datalarında sənin bu iki dildə tərcümə olunsun. Ona görə gəlib bunları da qeyd etməkdə fayda var. Əslində, məncə bu qədər. Yəni, Model Translation üçün olacaq konfigurasiyamız bunlardır. Paketimizi yüklədik, bura əlavə etdik. Və gəlib burada 2 dənə bu şəkildə də kod əlavə etdik. Bunlar hamısı bizim digər dərsdən qalan config kodumuzdur. OK, gələk burada bir dənə ilk öncə bir model yazaq. Tez bir şəkildə yazıb keçəcəm buranı. Bitbook modeli yazacağam. OK. Yəni, belə bir book modeli yazdıq, kitab modelimiz var. Sadə kitabın adı olacaq, yazarı olacaq, kitab haqqında bir açıqlama, bir about, bir də price, qiyməti olacaq. OK, məntiq nədir burada, millət? Bizim 3 dənə burada fikir versəz, bu 3 fildimiz bizim translate olacaq fildlərdir. Yəni, biz price-ı zaten dəyişə bilmədik, price-a ehtiyac yoxdur. Bunun üçün də ekstra olaraq bir fayla ehtiyacımız var. O da translation py gedir. Gəlib elə həmən app'in içində yazacağam. Translation py. Məsələn, bu şəkildə yazıram. Amma bunu hələ ki saxlayıram. Birinci görək modelimizdə bir sıxıntı varmı? Py deyirəm, make migration deyirəm. Tamam, yarandı. Bir də migrate edəcəm. Databazada save etdim. Admin paneldə bunu görmək üçün gəlib bura from.modelsdən import edirəm book modelini. Daha sonra çox sadə bir formada gəlib deyirəm ki, mən bu modeli admin paneldə görmək istəyirəm. Yəqin ki, run gedir arxada, tamam. Gəlirəm buradan, baxıram. Bu əvvəlki dərsimizdən qalan mövzudur. Bir də burada olmalı admin. Okay. Bax, Books modeli bura düşüb. Books modelimiz buradadır. Buna klik edirəm. OK. Buradan book əlavə edə klikləyirəm. Yəni ki, uzaqda bir sıxıntı olmaz. Bunları da salamatı belə qoyum. Tamam. Burada fikir verirsiniz, name, author, description, price düşür. Əla. Bəs deyə bilərsiniz ki, biz bunu necə translate edəcəyik? Translate məntiqi necə işləyəcək? Onun üçün artıq gəlir burada translation py-da biz gəlib belə bir kod yazırıq. Mən deyirəm ki, buna. Siz zaten kodu da görsəz, məntiq başa düşəcəksiniz. Birinci modelimi bura import edirəm. Daha sonra model translation üçün lazım olan konfigurasiya və importumu bura qeyd edirəm. Translation optionuna register'ı bura import etdim.
Qısaca kodun məntiqi odur ki, sən bu modeldə mənə ancaq name, author, description. Ola bilər ki, sənin modelində 10 dənə, 20 dənə field ola bilər. Yəni hamısını onu götürüb translation vermək lazımsız bir şeydir. Biz oradan lazım olanları özümüzə bir növ götürməliyik. Mən də bunu onu deyirəm. Deyirəm ki, sən buradan translate edəcəksən name, author və description. Fikir verdinsə, məsələn, şeyi seçmədim, price-i seçmədim. Bunu belə yazandan sonra gəlib burada ekstra da bir make migration etməyə ehtiyac var. Çünki modelin bir növ dəyişəcək. Fikir verdinizsə, deyir ki, outsor az əlavə olundu. Məsələn, birinci normalda outsor idi. Bayaqdan burada diqqət etdinizsə, bir dənə outsor var idi. İndi deyir ki, outsor az əlavə olundu, TR əlavə olundu. Description üçün az, TR əlavə olundu. Yəni bu şəkildə gəldi bunlar. Və gəlib bir dənə də bura migrate etsək. Tamam, migrate də uğurlu göstərir. Ümid edirəm bir problem olmaz. Yəni gəlib buranı yeniləsəm, fikir verirsiniz, artıq bu şəkildə gəldi. Name AZTR, author AZTR gəldi. Description həmçinin eyni formada, description AZTR gəldi. Yəni ekstra olaraq bizə həmin modelin translate oluna biləcək hissələrini də bizə gətirmiş oldu. Yəni name zaten var idi, bir də name AZTR gətirdi. Amma belə deyim, biz bunu hal-hazırda sadə formatda saxlamışıq deyə bu şəkildə çox səliqəsiz və biraz belə deyim, mənasız görə bilər. Çünki yaxşı name AZTR yazacağamsa bu name-in özünə ehtiyac var. Bunun üçün admin panelə belə bir konfigurasiya kodu yaza bilərik. Yəni bunu normalda daha sadə yox, bu şəkildə import edəcəm. Əslində bu çox da bizim yad olduğumuz bir yazılış stili deyil. Zaten biz bu formatda yazırdıq. Burada məsələn base admin olurdu. Amma yəni bunun işləmə məntiqi də bir növ odur. Yəni translation adminin də arxa tərəfində əslində base adminin özü çalışır. Sadəcə adamlar bunu sırf translation üçün belə bir konfigurasiya gətirib ki, sən belə deyim də admin panelində, Django admin panelində buna görə konfigurasiya edə bilərsən. Məsələn mən indi bu şəkildə yazmışam. Gəlib buranı indi səhifəni yeniləsəm, artıq daha sadə, daha gözəl bir dizayn aldığımı görürəm. Price zaten öz yerində, price dəyişmir, price bir dənə qalır. Amma name-ə diqqət eləsəz, name tək AZ TR. Yəni yazırsan həm AZ, həm TR versiyasına bu qədər. Author həmçinin, description həmçinin. Hətta bunu belə deyim, özünüz də biraz araşdırıb konfigurasiya edə bilərsiniz maraqlı şəkildə. Mən belə bir kod da əlavə edərəm. Biraz daha maraqlı bir dizayn alaq deyə. Yəni bunlar sadəcə dediyim kimi eləyə bilərsiniz, etməyə bilərsiniz. Məncə belə qalmaqda kifayətdir, amma biraz görək deyə. Məsələn bunu bu şəkildə yazdım. Yeniləsəm məsələn belə bir daha maraqlı yığcam bir dizayn eləyə bilərsiniz. Yəni sizin istəyinizdən asılı olan bir şeydir. Okay. Bir də buradan yuxarıdan sırf T-ləri, AC-ləri görmək üçün. Okay, Allah. Mən modelimi yaratdım. Translation üçün bütün konfigurasiyamı qurmuşam. Yəni translation üçün olacaq konfigurasiyamız bunlardır. Nə edə bilərik? Gəlin bir dənə ilk öncə bir model yaradaq. Price məsələn deyirəm buradan 14 dollar. 14 deyim, dollarla işimiz yoxdur. Mən nə deyirəm? Bir kitab əlavə etmək istəyirəm. Məsələn, kitabın adı olsun, burada düşüb əslində çevrilmə olsun. Türkçəsi dönüşüm olsun. Kafka eynidir. Məsələn, fikir versəniz, author dəyişmir. Amma bu o demək deyil ki, hər bir kitabda. Məsələn, atıram da bayaq da gördünüz, bir çox kitabda var ki, məsələn, qlobal biraz adlarda belə deyim, məsələn, bizim yazarların kitabı təbii ki, türkcə fərqli olacaq, bizim dildə fərqli olacaq. Məsələn, çünki bizdə ə hərfləri, ö hərfləri, ü hərfləri bunlar türkçədə dəyişilməlidir. Amma bu tip məsələn belə deyim, qlobal adlar deyəndə Kafka məsələn dəyişmir. Türk dilində də eynidir, bizim dildə də eyni gedəcək. Bu hissədə belə bir şey yazaq. Bu kitab Kafkanın ən məşhur kitabıdır. Belə bir şey qeyd edək. Türkçədə bu belə olar yəqin ki. Gələ bilsək. Tamam. Bu kitab olar bu. Kafkanın ən ünlü kitabıdır. Yəni belə olacaq böyük ehtimalla. Tamam. Bunu mən yadda saxla desəm, create eləsəm, okey. Çevrilmə adında mənim bir kitabım yarandı. Adı bu şəkildə düşür, TR formasında bu şəkildə. Tamam, əla. Burada bir sıxıntımız yoxdur. Nə edirəm? Gələk bunu artıq biz saytda göstərək. Buna ehtiyac yoxdur, bunu bağlayaq. Gələk bura. Tamam. Buradan gəlirəm bir dənə daha biraz ayrı sərgəli formatda işləyək deyə. Eyni səhvlə də yaza bilərəm, amma gələk buradan ayrı işləməkdə bir fayda var. Bu kadında bunu dəyişək. Tamam. View'um da olacaq hələ yaratmamışam, düz indi yaradacaq. Book view və name book qoyuram, okey. View'ya gəlirəm. Eyni bunu bir dənə aşağı atacağam belə. Bir dənə də format elədik.
Bu qeyd edirəm. Bir dənə də indeks HTML-dən də bu HTML yaradarıq. Məsələ nədir burada? Mən bütün modelindəki dataları göstərməliyəm təbii ki. Ona görə gəlib buradan from.models-da yəqin ki, okey. Import edirəm book modelini. Gəlib burada nə deyirəm? Səhvən bastıq. Deyirəm books adına bir dənə variable olacaq. Bu gedəcək book modelinin bütün obyektlərini alacaq. Nöqtə al deyirəm. Və gəlib bu aldığım bütün booksları da bura əlim bugün inciyamır. Hadi dəxsiz yerlərə gedir. Books və books qeyd edirəm. Tamam, əla. Yenə bunları bağlasam yaxşı olar. Okey, nəsə. Dayanmayıb bu yəqin ki, əla. Ona bir belə sərgiyə salaq. Sadəcə nə etdim? Books adında bir variable yaratdım və book modelinin bütün datalarını, bu da normaldır belə deyim, yəni birinci videoda yəqin ki demişdim. Bu mövzu elə bir mövzudur ki, biraz müəyyən qədər Django ilə işləməlisiniz, biraz müəyyən qədər təcrübəniz olmalıdır. Yəni gördüyünüz kimi burada əslində bir qeyri-adi bir kodumuz yoxdur. Bir model yaratdım, bu modeli gəlib səhifəmdə göstərirəm və bunlar statik ən sadə Django işlərindən biridir əslində. Bunu da ötürdükdən sonra nə edirəm? Gəlirəm burada, hətta bunu bir kopyalayaram. Gəlirəm daha sonra burada bir book HTML yaradaram. Bunu bura ataram. Bu qalsın burada. Bunun adını book edərik. Nə edə bilərəm? Butonlar da qalsın təbii ki. Gəlib bunu dəyişək. Burada belə bir şey yaza bilərəm. H2. Hətta bu hissə belə daha biraz maraqlı olsun deyə birinci videonu müəyyən qədər biraz xatırlayaq deyə dəyişərik. Mənim kitablarım belə bir şey yazıram bura. Tamam. Daha sonra belə bir şey qeyd edək. Burada bir dənə OLE yazacaq, bir dənə for döngüm olacaq. Deyəcəm, bir dənə book var. Bu gedəcək booksun içində fırlanacaq. Bir dənə li qeyd edək bura. Bir dənə də P olsun. Ad. Book.name, okey. Bu şəkildə. Bundan da 4 dənə atıram bura. Nədir məntiq? Book, OLE içində bunu bir dənə də belə ataq. Əla. Ad olacaq. Yazarım var. Ad. Yəni bir növ bütün modelimin filtlərini sadəcə burada göstərirəm. Açıqlama qeyd edə bilərəm bura. Description. Nə idi? Qiymət idi. Qiymət burada olsun. Price. Tamam, əla. Əslində bu qədər. Bir xəta varmı deyəcəkdim, bunu bağlayaq. Bəli, bağlayan birik. Bir xəta yoxdur hələ ki. Gəl baxaq görək bir sıxıntı varmı. Səhifəni yeniləyirəm, amma biz bir dənə book URL yaratmışdıq. Ona baxaq. Book deyirəm, okey, mənim kitablarım. Ad çevrilmə, yazar Kafka, açıqlama bir kitab Kafkanın məşhur kitabı, qiymət 14 AZ. Əla. Gəlib buna klikləyirəm. Fikir versəz, yəni bu dediyim kimi digər birinci videonun mövzusudur. İstəyirsinizsə o videoya baxa bilərsiniz. Buranı anlamaq istəyirsinizsə, bu videoda bir də ondan bəhs etməyim. TR klikləyirəm, dönüşüm Kafka bu kitab Kafkanın ən ünlü kitabıdır. AZ klikləyirəm, çevrilmə Kafka bu kitab Kafkanın ən məşhur kitabıdır. Yəni bu şəkildə. Zaten bu məntiqi biz digər dərsimizdə əvvəlcədən qeyd etmişdik. Əla. Nə demək istəyirdim bayaq? Gəlin bunlarda hətta daha detallı olsun deyə və tam işləsin saytımız deyə belə bir şey eləyə bilərik. Mən gəlib bunu da alıram, trans tag içinə atıram, mənim kitablarım, adı alıram, yaza bilmədik, adı yaza bilmədik, bura atıram, yazarı alıram, bura atıram, bu da belə, bura qeyd edirik. Əla. Yəni edəcəyim şey məlumdur sizə böyük ehtimalla. Mən istəyirəm ki, bunlar da həmçinin TR basanda türk dilində gəlsin, AZ basanda Azərbaycan dilində öz normal şəkildə olsun. Bunlar əslində birinci dərsdə etdiyimiz hissələr idi, amma biraz daha tam bir gözəl görüntü almaq üçün burada tətbiq eləyək. Processing local TR deyir. Gəlib baxıram. Bura gəlirəm. Okey, mənim kitablarım bura düşür. Bu olacaq türkcə benim kitablarım olar yəqin ki. Ad olacaq. İsim. Yazar da heç bunu əldə etmirəm. Açıqlama gedər yəqin ki. Qiymət də olacaq.
fiyat. Bu qədər. Yəni bunlar da avtomatik dəyişir. Açıqlama yəqin ki, açıqlama edir, başqa bir şey olmaz. Və compile etməli, o əmri də buradan tapım. Bunları bir yazmağı öyrənirəm. Tamam, əla. Artıq Mo adlı Django-Mo uzantısında bizim faylımız da create olundu. Və gəlib indi buranın tam şəkildə baxa bilərik. Bir dənə hard refresh atdım. Ad çevrilmə, yazar Kafka, açıqlama bir kitab Kafkanın məşhur kitabı ki, hər şey əla. TR klikləyirəm. İsim, dönüşüm, yazar Kafka, açıqlama. Okay, bu kitab Kafkanın ünlü kitabıdır. Fiyat da 10-dur. Bu şəkildə də əla formatda da qalmış olur. Yəni buradan gəlib artıq yavaş-yavaş model əlavə eləyib də saytınızı belə deyim daha gözəl dolu formatda göstərə bilərsiniz. Belə millət, yəni model translation haqqında bu qədər. Sizə əsas məntiqi nə idi, kompressiyası nə idi, necə etmək olar, bunu göstərir. Ən sonunda da burada həm statik datalarımızı, həm də dinamik datalarımızı bir səhifəmizdə translate edərək bir növ belə deyim saytda artıq hər nöqtə vergülü necə translate edirlər, məntiq necə işləyir, bunu Django framework'ında görüb öyrənmiş olduq. Əgər video xoşunuza gəldisə, faydalı gördünüzsə, videoyu bəyənməyi unutmayın və kommentdə qeyd etsəz sevinərəm. Hələlik özünüzə yaxşı baxın.